Salam, bugün sizinle 2021-ci il 28 iyul 4-cü qruplar üçün keçirilən qəbul imtahanının suallarının izahı ilə tanış olacağıq. Başlayaq 61-ci sualımızdan. Məsələn şərtində vahidlərin açılışından istifadə edəcəyik. Paskal bölünsün, watt vurulsun saniyə. Biz Paskalı saxlayaq hələ ki. Watt vurulsun saniyə, yəni watt gücdür. Gücü zamana vuranda bizə işi verəcək, yəni joule verir. Paskal bölünsün joule. Paskal Newton bölünsün metr kvadratıdır. Joule isə Newton vurulsun metrdir. Newtonlar ixtisar gedəndə 1 bölünsün metrin kubu qalacaq. 1 bölünsün metrin kubu bizə konsentrasiyanın vahidini verir. D variantı. 62-ci sual. Harmonik rəqs edən M bərabərdir. Gözürürsən. M bərabərdir 0,2 kiloqram. Kütləli cismin sürətinin proyeksiyasının zamanası qrafiki verilmişdir. Təsir edən qüvvənin maksimal qiymətini istəyir. F maksimal bərabərdir MA maksimal. M vurulsun, A-nın yerinə də omega kvadratı vurulsun. Yox, V ilə verilibdir deyə. Biz omega V ilə yazaq. Omega vurulsun. V maksimal. Omeganı da periodunu ifadə etsək. M 2pi bölünsün T vurulsun V maksimal. Məlum olan qiymətləri gətirək yerinə yazaq. F maksimal bərabərdir 0,2 vurulsun 2pi 6-dır. V maksimalın qiyməti 3-dür. 3 bölünsün period necə tapmaq lazımdır? 1, 2, 3. Deməli 1, 2, 3, 4 bura gəlib düşür. 0,4. Hesablama aparsaq, deməli qalır burada 1, burada 2, 6-nı 3-ə vuranda 18, 18-i 2-yə böləndə 9 Newton olacaq. 63-cü sualda deyir ki, daxili enerjinin ən kiçik qiyməti hansıdır? Birinci düsturumuzu yazaq, U bərabərdir 2-də 3 PV. Daxili enerjinin kiçik olması üçün P də V də kiçik olmalıdır. Onların da hər ikisinin kiçik qiyməti D variantına uyğun gəlir. Sonra 64-cü sual. 64-cü sualda psixrometr verilibdir. Bizdən havanın rütubətini və nisbi rütubətlər arasındakı hansı münasibətlər doğrudur, onu istəyir. Baxın, əgər otaqların temperaturları eynidirsə, nisbi rütubəti və yaxud da ki, mütləq rütubəti yaş termometrin göstərişinə əsasən təyin edəcək. Yaş termometrin göstərişindən nisbi rütubətlə mütləq rütubətdə düz asılıdır. İkinci otaqda rolar böyük olduğu üçün, daha doğrusu ikinci otaqda yaş termometrin göstərişi böyük olduğu üçün rho 2 böyükdür rho 1-dən. Həmçinin F2 də F1-dən böyük olacaq. E variantı. Burada tangens alfanı K-nı ifadə etməliyik. Birinci tangens alfanı tapaq. F bölünsün delta L-dir. F bölünsün delta L-dir. Həm də bilirik ki, elə K da F bölünsün delta L-dir. Yəni bucağın tangensi elə bizə sərtlik əmsalının özünü verəcək. 66-cı sualda dinamometrin göstərişinə əsasən kütləni təyin etmək lazımdır. Baxırıq ki, dinamometrin göstərişi 8 Newton göstərir. Yəni burada 8 Newton qüvvə var. Onda ipin digər tərəfində də 8 Newton olacaq. Aşağıya doğru mg'dir. Yəni 10m 8 Newtondur. Onda m də 0,8 kiloqram olacaq. A variantı. PD qrafiki verilibdir. Bizdən F-lərin qiymətlərini müqayisə etmək istəyir. Belə eləyək. İmpuls dəyişməsi F delta T idi. F də bərabərdir. Delta P bölünsün delta T. Bucağın tangensini yazsaq elə delta P bölünsün delta T tangens alfanı verir. Qüvvə bucaqdan düz asılıdır. Görürük ki, burada ən böyük bucaq 3-dədir. 2-də ümumiyyətcə impuls dəyişmədiyi üçün qüvvə 0-dır. 2-də qüvvəni 0 götürəcək. Bunlar getdi. 3-ün bucağı 1-in bucağından böyük olduğuna görə F3 F1-dən böyükdür. B variantı. Sonra 68. 68-də U1 24-dür. Mənbənin gərginliyi 30-sa, deməli bura 24 volt düşübsə, bura 6 volt gərginlik düşəcək. Bizdən digər kondensatorun, yəni birinci kondensatorun tutumunu istəyir. Tutumla gərginlik tərs asılıdır. Yazarım C1 bölünsün C2. U2 bölünsün U1. Gətirib qiymətlərini yerinə yazsam. C1 bilmirəm. C2 8-dir. U2 6.
U1'imiz isə 24. Burada 1, burada qalır 3. 3S1 bərabərdir 6. S1 isə 2 mikrofarad olacaq A variantı. 69-cu sualda induktivliyi istəyir. Fi bərabərdir L-i düsturumuzdan, L bərabərdir fi bölünsün. Yəni 4-ü 2-yə böləcəyik, cavab eləyəcək. 2 milli Henry B variantı. 70-ci sualımızda mənfi 20 dərəcə temperaturlu buz qızdırılaraq 20 dərəcə temperaturlu suya çevrilir. Daxil enerjinin temperaturdan asılılıq qrafikini tapmalıyıq. Əvvəlcə prosesi dərk eləmək lazımdır. Başlanğıcda buzdur və temperatur mənfi 20 dərəcədir. Bunu qızdırdıqca temperatur da artacaq, daxil enerji də artacaq. Amma 0 dərəcəyə gəlib çatanda artıq temperatur sabit qalır 0 dərəcədə. Səbəb nədir? Çünki ərimə prosesi baş verir və ərimə prosesində temperatur dəyişmir. Temperatur dəyişmir, amma daxil enerjisi artacaq. Və tamamilə əriyib bitəndən sonra, yəni maye çevriləndə artıq bunu 20 dərəcəyə qədər qızdırıblar. Başlayacaq maye qızmağa. Onda hansı variant uyğun gəlir? Sən B-ni çıxaran burada düzgün deyil. Elə düzgün cavab A variantı olacaq. Temperatur artdı, sonra sabit qaldı, sonra başladı yenə temperatur artmağa. 71-ci sualda sürtçü qolunu bir vəziyyətinə 2 vəziyyətinə gətirdikdə, deməli, cəryan şiddəti və kütləni soruşur. Gəlin belə eləyək. Birinci baxıcı uzunluq necə dəyişdi? Birinci halda cəryan gəlib bu qədər hissədən keçirdi. 2-yə keçirəndə artıq cəryan gələcək bu qədər hissədən keçəcək. Artıq sürücü qolu burada olacaq və cəryan az hissədən keçəcək. Yəni uzunluq azaldı. Uzunluq azaldısa müqavimət artdı. Daha doğrusu müqavimət də azaldı. Cəryan şiddəti isə artacaq. Cəryan şiddəti artırsa gümüşün kütləsi də artar. Bunlar bir-birindən düz asılıdır. D variantı. Burada 73-cü sualda deməli məlum olmayan cəmiyyəti axtarırıq. Bizim düsturumuz budur. H-nü bərabərdir. H-nü minimal üstə gəlsin. MV kvadratı bölünsün 2. Və buradan görürük ki, düsturda çatışmayan kütlədir. Deməli, elektronların kütləsi olacaq. 73-cü sualımızda deyir ki, cisimlər arasındakı məsafə necə dəyişir? T0 anına qədər. Deməli, baxın, T0 anına qədər bunlar arasındakı məsafə belə eləyək də, birinci cisim sabit sürətlə hərəkət edir, V-si konstantdır. Amma ikinci cismin sürəti düzdür azalır. Amma yenə də ikinci cismin sürəti hələ ki birdən böyükdür. İkincinin sürəti birdən böyük olarsa, təbii ki, bunlar arasındakı məsafə artacaq. Gəlib bura çatandan sonra sürətlər bərabərləşəcək və ikinci sürəti yenə azalacaq. İkincinin sürəti azalacaqsa, başlayacaq bunlar nə etməyə, bir-birinə yaxınlaşmağa. Amma bizə T0 anını istəyir. T0 anına qədər ancaq məsafə artar. Aralarındakı məsafə artar. Sonra 74-cü sual. Yuxarı qalxan lift əvvəlcə yeyinləşən, sonra bərabər sürətli və dayanana qədər yavaşlayan hərəkət edir. Bu hallarda liftin asıldığı trosda yaranan gərilmə qüvvəsi necə dəyişir? Birinci gərilmə qüvvəsini çəki ilə tapsaq. Deməli, yeyinləşən hərəkətdə çəki M G plus A-dır. Yəni, çəki artır. Yuxarıya doğrudur. Yenə dəqiq baxaq. Yuxarıya doğrudur. Sürət yuxarıya doğrudur. Təcil də üstə yuxarıya doğru yönəcək. Mg plus A. Sonra bərabər sürətli Mg. Sonra isə yavaşlayan Mg minus A olacaq. Ona gəlin belə eləyək. Birinci halda çəki artdığı üçün gərilmə də çoxdur. Onda T1, sonra T2, daha sonra isə T3 böyük olacaq. Doğru cavab C variantıdır. Sonra 75-ci sual. Eyni kütləli kubların müstəvi səthdə göstərdikləri təzyiqlərə müqayisə eləyin. Kütlələr eynidir. Kub bərk cisimdir. P bərabərdir. Mg bölünsün S-lə yazsaq. Mg'lər eynidir. S-lər fərqlidir. S-dən tərs alsaq, deməli 3 2-dən böyükdür. 2 də 1-dən böyük olacaq. E variantı. 76-da yəqin ki, variantlar düşməyibdir. Bizdən tezlikləri soruşur. Tezliklər arasındakı münasibət necə olar? Burada söhbət elektrondan gedir. Tezliyin düsturunu yazsaq, nü bərabərdir. QV bölünsün, modulda bölünsün 2 pm'dir.
Yəni kütlədən asılıdır, yükdən asılıdır, bir də maqnit induksiya vektorundan. Eyni sahədir, belə eynidir. Elektronlardırsa Q'lərlə M'lər də eynidir. Deməli, burada tezliklər bərabər olmalıdır. Gərilmə qüvvələrini müqayisə eləyəcəyik. Kütlələri bərabər, həcmləri fərqlidir. Kütlələr bərabərsə, deməli, bunların üçünü də aşağıya doğru çəkən mg ağırlıq qüvvələri bir-birinə bərabərdir. Amma yuxarıya doğru bunları itələyən F Arximet qüvvəsi var. Gəlin birinci tarazlıq şərtini yazaq. Onda buradan yazaq elə. T bərabərdir. Burada mg bölünsün. Mg çıxılsın F Arximet. MG'lər eynidir. F Arximedlə müqayisəni aparacaq. Görürük ki, gərilmə qüvvəsi qarşısındakı mənfiyə görə Arximeddən tərs asılıdır. Hansına Arximed qüvvəsi böyüksə gərilmə az olacaq. Və yaxud da ki, əksinə. Arximed qüvvəsi də batan hissənin həcmindən düz asılıdır. Deməli, üçüncünün Arximed qüvvəsi böyükdür. Onda deməli 3-də gərilmə azdır. Onda T1, T2, sonra isə T3 yaza bilərik. Sonra 78-ci məsələmizə baxaq. İnduktivlik verilib bizə. Hər bir kondensatorun tutumu verilibdir. Birinci birləşməyə baxırıq ki, ardıcıl birləşmədirsə, ümumi tapanda birinin tutumunu saya bölürdük. Yəni 400-ü böləcəyik 2-yə. O da eləyəcək 200 mikrofarad. Bizdən periodu istəyir. T bərabərdir 2pi kök altında L vurulsun S-dir. O da bərabərdir. 2pi 6 vurulsun kök altında L 80 milli 10 üstü mənfi 3 vurulsun 200 vurulsun 10 üstü mənfi 6 mikron çevirirəm 10 üstü mənfi 6 edir. Onda sıfırlar bunlar ixtisar getdi. Mənfi 3 də ixtisar gedir. Yerdə qalır 8 vurulsun 12. 6 vurulsun 8 vurulsun 12 16. 16-dan kök 4 çıxır. 10 üstü mənfi 6-dan da 10 üstü mənfi 3 çıxır. 6 və 4-ünü 24. 24 millisaniyə. Ee, 79. A və B cisimlərinin linzada alınan xəyallar üçün uyğun ifadələri Venn diaqramında müəyyən edin. Baxın, biri yerləşibdir F-də. Cismi F-də yerləşdirəndə, daha doğrusu F-də yerləşdirilməyibdir. Cisim F-dən linza arasında yerləşdirilibdir. Bu halda cismin xəyalı mövhümü olurdu. Mövhümü və böyüdülmüş xəyal alınırdı. Əgər F ilə 2F arasında yerləşdirilibsə, xəyal burada da böyüdülmüş alınır, yox, böyüdülmüş və 2F-dən arxada alınır. Amma burada həqiqidir. B cismi üçün artıq həqiqidir. Böyüdülmüş hər ikisində alındı. Bu bir hər ikisinə gedir. Həqiqidir. B cismində həqiqi xəyal alınır. 2 yazıram bura. Mövhümüdür A cismi. Xəyal düzünə alınır A cismində. Çevrilmiş alınır B cismində. Xəyal linzanın cisim olan tərəfində alınır. Bu da mövhümlü olan xəyalımıza aiddir, yəni A cisminə aiddir. Orada var variantı. Verilmiş kütləli cismin udduğu şüalanmanın enerjisini 3 dəfə artırdıqda enerjini Y2 bərabərdir 3Y1 enerjidir bu. Deməli, udulma dozası D hərfi ilə işarə olunur. 2 qrey artır. D2 bərabərdir. D1 üstə gəlsin 2. Udulma dozasının düsturu belədir. Y bölünsün M. Yəni, udulma dozasının enerji düz asıdır. Onda enerji 2 dəfə artıbsa, udulma dozası da 2 dəfə artıbdır. D2 bərabərdir 3D1-ə. O gətirib yerinə yazsaq, bax, burada əvəz eləsək. 3D1 bərabərdir. D1 üstə gəlsin 2. 2D1 bərabərdir 2. D1 də 1 qreydir. Bizdən əvvəlki qiymətini istəyir, yəni 1 qrey olacaq C variantı. 81-də deyir amper qüvvəsi 0 olsun. Uşaqlar, amper qüvvəsi 0 olması üçün düsturumuz belə idi. I, B, L, sinus alfa. Yəni sinus 0 qiymətini almalıdır. 0 da o vaxt alır ki, B ilə L arasındakı bucaq 0 dərəcə olsun. Yəni B variantına uyğun gəlir. Paralel yerləşdiriləndə amper qüvvəsi 0-a bərabər olur. 68-də çevirən radiusunu istəyir bizdən. Gəlin, məsələn, buradan qiymətlər götürsək. V6-dır, period 0,2-dir. V bərabərdir 2pi R bölünsün T düsturundan R bərabərdir. V vurulsun T, yəni 6 vurulsun 0,2.
bölünsün 2pi 6'ya. Cavab elə 0,2 metrdir. 83. İşıq vakuumdan sınırma əmsalı 1,6 olan şüşəyə keçdikdə vakuumdan mühitə keçirsə, təbii ki, dalğa uzunluğu sürət nə etməlidir? Azalmalıdır. Sınırma əmsalı qədər azalır. Yəni 1,6 dəfə azalır. Tezlik dəyişmir. Sürət də nə edəcək? 1,6 dəfə azalacaq. 1, 2, 3, 4. Sonra 84-cü sual. EHQ 16-dır. Cəryanın şiddəti 2 amperdir. ETA da var. ETA'nı 75% veribdir. Bizə nə istəyir? Daxili müqaviməti kiçik yer istəyir. Yəni belə eləyək. ETA bərabərdir. U bölünsün epsilondur. Buradan U-nu tapaq. ETA 75'dir. Vurulsun 100% təbii ki. Onda U bərabərdir. ETA vurulsun epsilon. ETA deməli nə qədər idi? ETA 75 vurulsun 16 bölünsün 100'ə. Bunları da hesablasaq. Gəlin elə biz pramon 75'i 16'ya vuraq. 75 vur 16. 1200. 1200 də 100'ə böləndə 12 volt. Gərginlik 12-dirsə bizə nə istəyirdi? Bir də daxili müqaviməti U bərabərdir. Epsilon çıxılsın yer. Gətirib yerinə yazsam 12 bərabərdir. Epsilon nə qədər idi? 16 çıxılsın. 2 yerə. Onda 2 yer. 4'dür. Yerdə 2 oldu. Sonra 85-ci sual. Sərbəst düşən 2 kiloqram kütləli cisim 4 saniyə sonra yerə dəyir. Ağırlıq qüvvəsinin işini hesablayın. Görək elə bu hansı hündürlükdən düşübdür. H bərabərdir JT kvadratı bölünsün 2-dən. H maksimal tapaq. J 10'dur. T kvadrata 16 bölü 2. Bu da 80 metr. Deməli 80 metrdən düşübdür. İşi də tapmaq üçün qüvvəni, yəni MGH-nə yazacağım da, MGH. H1 çıxılsın H2'də. H2 yer səthi olduğu üçün yerə düşür. Yer səthinin hündürlüyü 0'dır. Elə MGH yazırıq ona görə. M 20 vurulsun. H-ımız nə qədər idi? 80 idi. 1600 joule olacaq. 86-cı sual. Deməli, ferromagnetikçilik daxil etdikdə maqnit sahəsinin enerjisini hesablayın. Gəlin birinci buradan i-ni tapaq. I bərabərdir U bölünsün R-dən 2 amperdir. Enerji L i kvadratı bölünsün 2'dir. L-in yerinə yazaram mü L0, çünki bizə L0 verilibdir. I kvadratı bölünsün 2. Gətirək qiymətləri yerinə qoyaq. Mü nə qədər idi? 1500. Vurulsun L0, 2 vurulsun 10 üstü -6. Vurulsun I kvadratı. İ'ni nə qədər tapdıq? 2. 2'nin kvadratı 4. Bölünsün. Elə 2'yə. 2'lər ixtisar getdi. 10 üstü -6 idi. Yox, 10 üstü -3. Milli ilə də 10 üstü -3'dür burada. 1500'ü vuracaq 4'ə. O da eləyəcək 60, 0, 0, 10 üstü -3. Cavab edir 6 joule. 6 joule. Sonra 87-ci sual. Deməli, sükunətdəki müsbət yüklərini birləşdirən parçalanma nöqtəsində, aorta nöqtəsində bizə nə istəyir? Elektrik sahəsinin yekun intensivliyi. Birinci B-yə baxaq. B buradadır. Bir tərəfdə, hər iki tərəfdə müsbətdir. Müsbət yüklərin intensivliyi xətləri yükdən kənara doğrudur. Yəni bu birincinin intensivliyi xətti buradadırsa, ikinci intensivliyi xətti də bu yükdən kənara doğrudur. Təbii ki, B hara yaxında? Bu sol tərəfdəkini, deməli sol tərəfdəkinin intensivliyi daha böyük olacaq. Çünki məsafəsi azdır. Onda sol tərəfə baxmaq lazımdır. Sol tərəfdə necə yönəlir? Yükdən kənara doğru, yəni sağa yönəlib. B nöqtəsində sağa yönəlibdir. B variantı. A nöqtəsi hələ ki qalsın. C nöqtəsində də təbii ki bu yükə yaxın olduğu üçün onun intensivliyi daha böyük qiymət alacaq.
buradan götürürük. Yükdən kənara doğru, yəni sola yönəlibdir. A variantı harada C nöqtəsində. Orta nöqtədə isə baxın, məsafələr eynidirsə, deməli qiymətləri də eyni olacaq. Sadəcə istiqamətlərə baxmaq lazımdır. Hər ikisi yükdən kənara doğrudur. Əks olduğu üçün qiymətləri bərabər olduğuna görə sıfıra bərabər olur Y variantı. Və situasiya suallarımızdan tanış olaq. Balonda 1 atomlu 0,1 mol qaz vardır. Balon manometrə və içərisində sürtünməsi hərəkət edən tıxac olan şüşə boruya birləşdirilib. Qaza bu qədər istilik miqdarı verdikdə tıxac sola doğru hərəkət edir və manometr qazın təzyiqinin dəyişmədiyini göstərir. Deyir, qaz üzərində hansı izoproses baş veribdir? Qrafik isə orada istəyir. Manometrin göstərişi dəyişməyibsə, deməli təzyiq dəyişməyibdir. P konstantdır. P konstant olanda VT-dən düz asılıdır. Həcm artdığı üçün genişlənibdir. Yəni izobar genişlənmə və yaxud ki, izobar qızma. Balonda olan qazın bu prosesdə temperatur dəyişməsini hesablayın. 89-cu sualdayıq. Temperatur dəyişməsinə gəlin daxil enerjini hesablayaq. Ya da ki, elə işləyəni tapa bilərik. İşə eləsi tapaq birinci. Bir izobar prosesdə verilən istilik miqdarının 0,4 hissəsi işə gedirdi. İşdə nü R delta T'dir. Onda delta T bərabərdir. Delta T bərabərdir 0,4 Q bölünsün nü R. 0,4 Q. Q nə qədərdir? 50. 0,4'ü vuranda 50'yə. İxtisar getdi. Nü 0,1 vurulsun. R nə qədərdir? 8'dir. Yəni biz burada 20'ni böləcəyik 0,8'ə. O da eləyəcək 25 Kelvin dəyişmə. Sonra bir də 90-cı suala baxaq. 90'da isə qazın həcminin dəyişməsini istəyir. Yəni eyni qaydada gedəcəm. Bu da P delta V ilə baxacam. 90'da A işıq bərabərdir 0,4 Q, o da P delta V. Delta V bərabərdir 0,4 Q bölünsün P'yə. P'nin nə qədər demişdi bizdə? 100 kilopascal. Yəni 100 vurulsun üstü 3. Yuxarıda da 0,4'ü 50'yə vuranda 20 edir. Gəlin belə eləyək. Buradan birini ixtisar aparsaq, olacaq 2 vurulsun. Bu da getdi. 2 vurulsun üstü mənfi 4 metrin kubu. Bu da bizim həcmin qiymətidir.